Sentyabrın 30-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakı Kiçik Orta Biznes Evində sahibkarlarla görüş keçirib. Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məsul vəzifəli şəxsləri, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul vəzifəli şəxsləri, Caspian Enerji Club'ın əməkdaşları, sahibkarlar, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin su təchizatına qoşulma istiqaməti üzrə fəaliyyəti barədə məlumat veriblər. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Elnur Əliyev su resurslarının səmərəli istifadəsi və kiçik və orta bizneslərin yaxşı keçidi üçün Bakı İqlim Koalisiyası üzrə birgə bəyannaməni, Smart Nation İnsan İnkişafı Platformasının rəhbəri, COP29 Təşkilat Komitəsinin üzvü Şəbnəm Məmmədova, Su Həyatdır layihəsinin, Irrigato.az platformasının təsisçisi Fuad İbadov, kənd təsərrüfatında fəaliyyət göstərən kiçik orta bizneslərin su istifadəsinin səmərəliliyinin artırılması barədə fikirlərini, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin texniki şərtlərin hazırlanması və abonentlərlə işin təşkili şöbəsinin müdiri Yusif Əhədi su şəbəkəsinə qoşulmalar üzrə cari dövr ərzində hesabatları, iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti, publik hüquqi şəxslərin strateji inkişaf asan mərkəzlərlə işin təşkili şöbəsinin strateji inkişaf sektorunun müdiri Nicat Əhmədli su şəbəkəsinə qoşulmalar üzrə cari dövr ərzində hesabatları, xidmətin strateji inkişaf və asan mərkəzlərlə işin təşkili şöbəsinin müdiri Vüqar Bayramov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən göstərilən xidmətlərin kiçik orta biznes evlərində fəaliyyəti mexanizminin tətbiqini, xidmətin strateji inkişaf və asan mərkəzlərlə işin təşkili şöbəsinin asan xidmət və kiçik orta biznes evləri ilə işin təşkili və müraciətlərin qəbul sektorunun müdiri Bəhruz İsrafilov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən göstərilən xidmətlər barədə bukletlər, məlumat kitabçaları və Braille əlifbası ilə hazırlanmış kitabçanı xidmətin ictimaiyyətlə əlaqələr, vətəndaş müraciətlərinin qəbulu şöbəsinin müdiri Ceyhun Musayev qaydalar və qoşulma prosesləri barədə video çarxı təqdim ediblər. Tədbir çərçivəsində kiçik orta bizneslərin yaşıl keçidi, su resurslarının səmərəli istifadəsi, kiçik orta bizneslərin yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə birgə bəyannamənin, Su Həyatdır layihəsinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən göstərilən xidmətlər barədə bukletlər, məlumat kitabçaları və Braille əlifbası ilə hazırlanmış kitabçanın qaydalar və qoşulma prosesləri barədə video çarxın təqdimatı həyata keçirilib. Həmçinin kənd təsərrüfatında fəaliyyət göstərən kiçik orta bizneslərin su istifadəsinin səmərəliliyinin artırılması barədə, su şəbəkəsinə qoşulmalar üzrə cari dövrün hesabatları, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən göstərilən xidmətlərin kiçik orta biznes evlərində fəaliyyəti mexanizminin tətbiqi üsulları təqdim olunub.